Əziz oxucularımız, əziz dostlarımız, şairə Aləmzər Sadıq qızının Facebook səhifəsində belə bir paylaşımı qarşıma çıxdı. Həmin paylaşım çox kədərli idi. Onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Məktəbdə şeir müsabiqəsi keçirilirdi. Müəllim sinifin ən fəal şagirdi Laləyə Cəfər Cabbarlının ana şeirini verdi. 3 gün sonra keçiriləcək müsabiqəyə hətta başqa məktəblərdən də qonaq gələcəkdi. Səhnəyə Lalə çıxdı. Ana, o adın qarşısında bir qul tək həmişə səcdə olmaq mənə fəxarətdir. Lalə şeiri yaşayırdı sanki. Göz yaşları içində inləyirdi, səsi yüksəlir, sanki nalə çəkirdi. Əsey külək, bağır ey bəhri biyaman, ləpələn, atıl cahana, sən ey yıldırım, alış, parla, gürulda, haqi səmavi, gürulda, çatla, dağıl, sön ey günəş, yağışın yağdır, ey bulud ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa, yox. Lalə ağlayırdı. Müəllim zala diqqət yetirdi. Bütün zal ağlayırdı. Müəllim göz yaşları içində qürurlandı. Lalə mütləq qalib idi. Müəllim Laləni sinifdə də təbrik etdi. O bu münasibətlə ana essesi yazmaqla bu qələbəni taclandıraraq dedi. Hamı həvəslə yazmağa başladı. Artıq bütün esselər əlində idi. Ən birinci Lalənin essesini oxumaq istədi. Mən anamı heç sevmirəm. Bunu oxuyan müəllim təəccübdən sarsıldı. Bu Lalənin yazısının ilk cümləsi idi. Anam məni heç sevməyib, başıma sığal çəkməyib, ağlayanda ovutmayıb, hamının anası kimi deyil mənim anam. Mən onu heç sevmirəm. Bütün qızların saçlarını anaları hörər. Amma mənim anam saçlarıma bir dəfə də toxunmayıb. Mən xəstələnsəm belə anam narahat olmur. Ac qalsam da məni incidən, küstürən olanda da anam mənə qucaq açmır. Oxumaq o qədər ağır idi bu sözləri. Müəllim şoka düşmüşdü. Bu o gün zalı ağladan Lalə ola bilməzdi. Anaya bu qədər nifrət edən qız ağlaya ana şeirini söylədi. Niyə? Yuxarı sinifdə Lalənin qohumu oxuyurdu. Müəllim o qızı tapdı. Lalə ilə anasının münasibətini öyrənmək istədi. Lalənin qohumu verilən suala əvvəlcə duruxdu. Sonra
cavab verdi. Lalənin anası yoxdur. Lalə dünyaya gələndə anası dünyadan köçür. Besya əlində quruyub qaldı